özünüzü təqdim edeyim. Mən Mansur Əvrav, Dəhəzxanın 44 gün Vətən müharibəsinin qazisiyəm, Cəlilabad rayonu. Yaşayışım göz qabağında. Nə 5 ildir müharibə qurtarır, mən əliliyimi ala bilmirəm də. O bəzi qazilər deyir biz yaxşı yaşayırıq, ilə belə. Yaşayışım gözünün qabağındadır. Kim də istəsə gəlib görə bilər. Burada çəkilib görsənir də mən harda yaşayıram, nətər yaşayıram. Vəziyyət bu yerdədir. Neçə ildir burada yaşayırsınız? 9 ildir bu tikilib nə? 9 il ərzində burada yaşayırsınız. Mən hesabda 7-8 ildir başladım mən burada belə bu vəziyyətdə yaşayıram. Qaynam gəlib torpağı o vaxt bizə almışdı qaynatam deyib. Bura keçirtdi 2022-ci ildə gəlib keçirdi adına. Mən müharibədə ölərəm, nə qayırıram. Keçirdi adına. İndi torpaq olarımla da bu qazışı gördünüz mənim qan pulumdan bir də 07'm var idi mənim. 2010 07'sim var. 9000 almışdım. Daha sonra 9000 əmniyyətçidir 700 belə. Onu satdım, işığımı çəkdirdim, qazı çəkdirdim. Belə bir şey şəraiti qurdum, şey olmasa. Sizin bu evinizin şəraitini icra hakimiyyətini görüb? İcra hakimiyyətindən görüblər, gəlib yoxlayıblar da. İcra hakimi bizə o tərəfdə indi inşallah vaxt olsa gəlib göstərəcəm. O tərəfdə sot torpağı verilib. Sizə verilib sot torpaq. İcra hakimiyyəti sizə köməklik göstərir. Bəli, icra hakimiyyəti mənə çox köməkli olub. Allah var başda, özdə olmasa burada Allah vardadır. Bəs yağış yağanda, yağış yağanda çat veribdir, bəs külək olanda, bura necə yaşayırsınız azyaşlı uşaqla? Bunlar o hamısı dəsmaldılar. Bunlar dəsmaldı. İçlərini doldurmuşam. Biz görsəm, çöldən onda görsənir içəri. Yağış yağanda da buradan yağışların izidir hamısı. Dağlar. Buranın zəhmət olmasa bu yağışların izidir. Nəmçilikdir bura, revmatizmadır buralar. Bu yuxarıda hamısı sıçanmış, axşam elə bir dayanırıq, onlar növbə onlara gəlir ki, onlar səskiyir, onlar da qırğındır. İndi siz... Torpağın üstünə qoymuşam buradan. Bura torpaqdır? Torpaq, buram o yerdir, burada heç nə yoxdur, buram o yerdəndir, bax. Muşlar, sıçan, nə bilim, böcək bizlə bir yerdə yaşayırlar. Yəni onu dedik ki, cənab sosial müdafiə naziri, sən məni gətirib bu vəziyyətə çıxardıbsan, bu gündə yaşayıram. Mənim əlilliyimi versəydin, mənim öz pensiyamı versəydin, mənim öz xəstəliyimi, mən öz müalicə etdirə bilərəm. Mənə rəhmiz gəldi, bir dənə uşağımla qaldım. Heç olmasa uşağa mənə rəhmiz gələrdi. Uşağınız təhsilə, məktəbə gedir? Gedir məktəbə, bəli. Necə dolanırsınız 80 manatla? Zülmlə, çətindir. Bəs sizin kommunallarınız var? Kommunalım yolub qalıb, arsa 380 manat nə qədər belədir. İndi haçansa Allah qoysa, onlar da gəlib vurub kəsəcəklər onu. Bəs uşağın təhsili, məktəbə getməyi, gündəlik ərzaq, ümumiyyətlə necə yaşayırsan tutma? Nisiyə götürürəm, burada dükan var evin qabağında, sağ olsun, oradan götürürəm. Ondan ödəyirəm. Və 80 manatdan hər ay 80 manatdan bir də mənə dostluq mərkəzində iş veriblər. Aha, orada nə qədər alırsınız? Orada 400 manatdır, mən o 400 manat tam mən almıram. Alsam mənə belə yaşamaram. 400 manat siz almırsınız? Yox, tək mən uşağın aliment verirəm qızım. Hə, aliment ödədiyiniz üçün, bəli, başa düşdüm. 147 manat aliment ona tuturlar. Kreditim vardı, kreditdə tuturdular müharibədən qabaq. İndi o qutarıb, kreditim qutarıb, icra proporsiya şöbəsi deyilir, nə deyə başa çıxmır. İndi onlarda özünə pul tutur. 202 manat nə qədər onlara pul çıxmalıdır. Ki, bizim sənətin puludur, nəyə pulu. İndi onlara çıxır. İndi mən orada maaş qalır, nə 50-60 manat belə. İndi onlara açan qutara, sonra qalan məbləğ 400 manatdan 147 manat alimentim, qalan da mövzumə belə dolanır. Bəs buranın bələdiyyəsi kimdir? Buranın Cəlilabadın bələdiyyəsi Vahiddir. Polkovnik leytenantı ehtiyatda olan zabit Vahid Mirzəyev. Cənab başçının mən öz görüşündə oldum, Füzuli müəllim olub, mən olmuşam, görüşündə olmuşam. O tapşı dedim, mən cənab başçı, siz mənə çox kömək edirsiniz. Xahiş edirəm, imkan varsa eləyin, eləsə də sağ olun eləmişsiniz bu vəziyyətdə. Mən demirəm qaziyəm, döyüşmüşəm, onları qoyuram, mən vətəndaş kimi sizdən xahiş edirəm. O da problem də yoxdur, yoluna qoyacaq, olunacaq. Vahid müəllimə demişdi. Vahid müəllim də getdim, mən 15 paçka sement aldı. 10 dənə də almatır alıb, əyri-üyri. Demə, bundan olmur axı, Vahid müəllim. Mənim də evdən qırğındır. Ayın 5-də indi bunlar kağıt çıxardı, bir çıxması evdən çıxartmaq istəyirlər. Ayın 5-də mən çıxmalıyım orada. Dünən çəkiliş olduğu üçün mənə zəng eləyib. Deyim, onu mən eləməlidir. Mən sənin cibindən neft tikməliyəm ki. Demirəm ki, sən mənə dedim, Vahid müəllim, cibindən neft tik. Ya balon boğazına kəsdik. Kömək istədim sizə sadəcə. Bələdiyyə sədri olaraq siz köməklik göstərməlisiniz, sizin bu səlahiyyətiniz. Bələdiyyə fondundan öncə mən orada pul yoxdur ki, sən 1000 manat, 500 manat qoyun mənə. Nəinki bələdiyyə, əsas icra hakimiyyəti tərəfindən də sizə köməklik olunmalıdır. İcradan nə xanım olub mənə köməklik.
Çox kömək oldu. O da icra hakimi tapşırdı orada bələdiyyə. Bələdiyyə də baxmır. Deyir mən buram, baxıram. İcra hakimiyyəti göstəriş verib, yalnız bələdiyyə sədri sizə köməklik elədi. Eləmədi. Deyir mən sənin cibimdən qoyub eləməliyəm bunu. Bəs bu sözləri siz icra başçısına demişsiniz? İcra başçısına bəli demişəm. İcra başçısı dedi narahat olma, yolunu özüm qoyacağam. Nə zaman? Günü sabahdan. Sabahdan inşallah. Sizi qəbul eləyiblər bu günləri? Mən bu günləri icranın öz qəbulunda olmuşam. Bəli. Əlimdən gələn köməkliyi eləyəcəm. Kömək məsələsində biz gedirik ora, biz öz başımıza çıxamırıq da icra hakimindən. 5-ci gündə. Ümumiyyətlə yaxından görmüsüz bura millət vəkilində? Heç millət vəkili bilmirəm kimdir. Sözün düzü heç millət vəkili nədir, nə tər adamdır, xanımdır. Seçkilərdə səs vermisiniz? Seçkilərdə verirlər, heç mən bilmirəm kimə vermişəm. Bir də bizim bu sağ olsun Elman Nəsrov danışdı bizim bələd. Bəli, Elman Nəsrov. Deputat. Bəli. Dəfə ona yığdım, xahiş elədim vətəndaşım, dedim falan şərtdən. Dedi, Rauf, mənim o qədər seçki şeylərim var da, sən deyib, mənə səs verənlər. Mən bilmirəm də bunlar hansı şeylə, səs problemini həll edir. Biz səs verəndə biz səni heç bilmədik ki, sən nə problemini nədir. Topalım, cəm şirkətdə gəldik sizə səs verdik. Siz millətin vəkilisiz, vətəndaşların şikayətlərini dinləməlisiniz. İndiyə kimi mən o insanın bir metrəliyini görməmişəm, əl çıxıb görüşməmişəm. Mən o insanı tanımıram. Bir də olan şeydir, mən o insanın köməkliyi dəyməyəm belə indiyəcəm. Otururlar yalan Milli Məclisdə Cəlilabadın işığı aşıb, həll elədik, problemlə yalan danışmasın da. Bir dəfə heç olmasa sənin içinə istəmirəm. İnsanıq da, insanla salamləlik eləməyə nə olar ki? Bəs siz qarlı havada, soyuq havada, burada necə yaşamısınız pəncərələrdə? Soyuq havada yağış yenə deyirəm, yağır bu qaz olmasa yəni yaşamır, quruyub. Onun üçün o müharibədə 44 gün vətən müharibəsində yağışda zətdə qədər qarnımızı yerə çəkdim. İndi mənim böyrəyim əldən gedib. Və boğarsıqlarım. İndi onu müalicə elətdirməyim, onun gücüm çatmır. Eləyə bilmirəm. Az yaşlı uşaqla burada qalmaq çox çətindir. Az yaşlı uşağım bir dənə oğlum yanımdadır. Allah ona baxsın, bizə rəhm eləsin. Neçə sotdur bura? 3 sot ərzində bu cür şəkildə ev tikiblər sizə. Özünüz tikmisiniz yoxsa? Bunu mən bəli qan pulumla, demirəm, maşınım vardı, satdım. Piyada gəzənmirdim də, maşınla gəzirdim, eləyirdim, Şuşaya gedirdim ondan. Sənədi var torpağın? Torpağın sənədini onlar yer keçirdi öz adına da. Bələdiyyə sənədi ilə keçiriblər? Bələdiyyə ilə bilmir nə ilə, başım çıxmır. Düzün qoşub öz sənədi. Amma bu yer görsən, burada yeri var. Burada 9 daş qalxmışdı. Xeyriyyəsi fondu var. Onlar kömək eləmişdi. Gəldilər, uçurdular. Gəldilər onu, verdilər məhkəməyə, onu mənə uçurtdular. Qarşı tərəf, ailə. Qarşı tərəf. Onu şəhid atası öz kamazı ilə, bir də şeydən, icradan göndərdilər. Onlar yüklədi, apardı, orası mənim o tikilən evimə. Burada gedib də yanı. Neçə övladınız var? 2 övladım var. Bir qızım var, bir oğlum var. Qızım 13 yaş içindədir, o da sudraxa o vaxt 3 dəfə, 2 dəfə sudraxdır, danışamır. Tam rahat danışamır da. Buyurun göstərin. Buram, bu da bunun elə belə görsən, gözün qabağında. Divar gedib təmiz. Bərbad vəziyyətdədir. İcra başçısı hara baxır, bələdiyyə hara baxır, millət vəkili hara baxır. Yəni vətən müharibəsinin döyüşçüsü, iştirakçısı bu cür şəraitdə yaşayırsa, bir sözdən ar olsun. Buradan beləsi qalır, üstə qalır. Bura sizin evinizdir, yeni bərpa olunur. Kim tərəfindən kimə göstərilir? Mənə qazilər və icra hakimi tərəfindən. Hə, qazilərin dəstəyi və icra hakimi. Bəli, onun dəstəyi ilə gəlib bu yerə çıxmış. İndi üstü qalıb belə. Burada da birəni qalır. Burada? Bura mənimdir. Sizin. Gəlin yaxınlaşaq göstərin. Neçə otaq tikilir? 3 otaq, bir kukunatdır, bir də tualet hamam içindədir də elə. Yəni ki, remonstda elə belə bura kimi tikmişik. Sizin əsas tələbiniz odur ki, buranı bərpa etsinlər də, hə? Bir otağını düzəldim, içinə girmək üçün. Bir otağını düzəldim, içinə girim. Bəs nə deyirlər? Bir də köməkli eləyəcəkdir, köməkli göstərəcək inşallah. Nə vaxt? Mən bir həftəyə belə 5 günə köməkli eləyəcək. İnanıram ki, köməklik göstərərlər.
Mətbəxdir. Bəli, bəli, bu mətbəxdir, bunadır. O düz bəzi qabaq tualetdir. Bura. Bu yandakı otaqdır, bir də saldı elə. Bu belə bir vəziyyətdə olur. Filan cəməli qazlar yetişdiriyor, qazların pulu ilə. Hərəsi cibindən, maşından gətirdi, bu yerə çıxartdılar. Burada belə gücüm çatmır, qaldı belə. Fəhlələr güc çatmadı. Yəni ümumiyyətlə bura nə qədər xərc çəkiblər? Bura rahat elə bilirəm mən 7-8 min, bəlkə də çox olar, az olar, gedib. 1600 daş gedib. Bu vaxta qədər çəkiblər, belə tikiblər, hörüblər, bəs niyə axıra qədər davam etdirməyiblər? Bunların da indi öz ailəsi, hərəsinin öz ailəsi. Yox, icra hakimiyyəti qazları demirəm. İcra hakimiyyətinə demirəm, Vahid müəllim dedi, icra tapşırdı, belə o da atdı, vurdu o dibə, bu dibə. Elə qaldı. Əsas günahkar kimdir bu məsələdə? Əsas məsələdə? günahkar bunu gətirib mənim bu vəziyyətə gəlib çıxardan bələdiyyədir, Vahid. Ehtiyatlı olan polkovnik Vahid. Ehtiyatlı olan bəli. Cənab Qarabağ polkovnik döyüşçüsünə Vahid. qarşı niyə biganə yanaşır? Deyirəm sənin əlinə zara gəlmişəm, da intihara qalmışam. Deyir, dözmə, ged nə eləyirsən elə dözməsən. Sözləri o deyir. Allah zəng elədi mən axşam. O sözləri mən o dedim.